Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində İmam Həsən Məscid yolundan, əsas yoldan bir 15 dəqiqə piyada, asfalt yoldan değerli izləyicilərimiz 200 metr məsafədə sizin üçün şəxsi ev, 2 mərtəbəli 3 sotda 6 otaqlı bir evin təqdimatını aparacağım. Evimiz tam küçənin üstündədir. Sayğacları yerindədir, qazı işığı, suyumuz artisan suyudur. Gördüğünüz kimi belə bir maraqlı həyəti var değerli izləyicilərimiz. Həyətin girişindən navesinin altı belə bir beton styaşka verilibdir. Sizin üçün tam ətraflı evin çəkilişini edəcəm. Qiyməti çox münasib qiymətə deyilir dostlar. İnşallah gəldinizdə yenə də real alıcı ilə danışıb razılaşma olar. Burada bizim belə bir toyuq damıdır. Yani üstədəki el damı kimi bir şeydir. Ətraflı sizin üçün çəkəcəm. İnternet Wi-Fi'mıza kimi var evdə. Hal-hazırda evdə yaşayış yoxdur, amma ev yaşayışlı ev olubdur dostlar. Həyətində əlavə olaraq belə bir hamam tualetidir dostlar. Tam sizin üçün çəkəcəm ki, bu bizim hamamımızdır dostlar. Yox, ayak yoludur dostlar, ayak yoludur. Burada bizim elə belə hamam tuvalet orada bir yerdəydi dostlar. Keçəyin Yapon əzgilinə kimi hər bir şey var. Üzümündən tutmuş, meyvə ağacları, bağ çiçeği. Quşların səsinə fikir verin dostlar bir dəqiqə. Keçir evin içərisinə. Değerli izləyicilərimiz, bura bizim əldamımızdır. Bayaq çöldən göstərdiyim yeriydi. Evimizdə təbii ki, cüzi təmir işləri lazımdır. Köhnə təmir olunmuş evdir. Bura bizim qəşəng geniş zalımızdır dostlar. Buradan daxil oluruq, belə bir geniş koridorumuzdur. Mətbəxdir. Burada bizim sanitar və sanizor qovşağıdır dostlar. Burada aşağıda belə bir geniş yataq otağı. Burada da belə bir uşaq otağıdır. Qalxaq evin ikinci mərtəbəsinə tanış edeyim. Değerli dostlar, qalxdığımızda belə bir geniş koridordur, otaq kimi istifadə olunub. Bir yataq otağı buradadır. Və ikinci yataq otağı da buradadır. Ətraf yaşayışdır dostlar, gördüğünüz kimi. Ətraflar qəşəng yaşayışdır. Burada yuxarıda ikinci zalımızdır. Qəşəng geniş belə bir cam balkon kimi de dostlar. Buradan da balkona çıxışdır. Değerli dostlarımız, evimizin qiyməti 62.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.